1'dən 6'ya qədər olan isə bilirsiniz dinləmədir və dinləmə materialları əlimizdə olmadığından yalnız 3 qısa essenin izahına baxaq və doğru variantları birlikdə yazaq. O zaman qısa mətnə diqqət edirik. The Art Club will meet on Tuesday after school in room 202. Yəni resim qalereyası, resim dərnəyi həftənin ikinci günü 202 nömrəli otaqda məktəbdən sonra görüş keçirəcək. The purpose of the meeting is to discuss new ideas for new project və görüşün məqsədi yeni layihə üçün yeni ideyaların müzakirəsidir. The members of the club must bring the equipment. Yəni dərnək üzvləri özləri ilə bərabər istifadə etdikləri ləvazimatları gətirməlidir. Everyone is welcome. Yəni hər kəsə bu açıqdır. Yəni təbii ki, qrup üzvləri nəzərdə tutulur. O zaman i variantına baxırıq. There is no need to bring any equipment. Hər hansı bir ləvazimat gətirməyə ehtiyac yoxdur. Yanlışdır. The meeting place of club members is unknown. Görüş və dərnək üzvləri bilinmir, amma əksinə burada otağın nömrəsi də qeyd olunub və resim dərnəyinin üzvləri nəzərdə tutulur. Məlumdur deyə də yanlışdır. B variantında the club meeting will be held before classes. Bu görüş dərsdən əvvəl, amma mətndə isə after classes göstərirdi. Yəni after school dərsdən və məktəbdən sonra nəzərdə tutulurdu. A variantında not all the members can take part in a meeting. Dərnək üzvlərinin hamısı yəni burada iştirak edə bilməz. Yanlışdır. Burada everyone, hər kəs bu üzvdə olan insanlar hər biri ora qatıla bilərdi. Doğrumuz C variantıdır. The art club members are going to share opinions for the project. Yəni onlar yeni layihə üçün qrup üzvləri, yəni rəsm dərnəyinin üzvləri öz yeni ideyalarını, öz yeni fikirlərini paylaşmaq üçün ora toplanırlar. Bəli, C variantı doğru variantdır. 6 nömrəli essay baxırıq. Looking for a fun way to learn English. İngilis dilini öyrənməyi daha əyləncəli yollarını axtarırsan. Come to the classes in our language center where you can speak, listen and make new friends. O halda bizim dil mərkəzimizə qoşul, dil mərkəzimizə gəl. Orada sən həm danışmaq, həm dinləmə, həm də yeni dostlar qazanacaqsan. Join today and special discount for the whole year. Elə bu gündən qoşulun və il boyu siz xüsusi endirim qazanın. İndi isə mətnin doğruluğuna diqqət edək. Students can get discount if they join tomorrow. Əgər tələbələr sabah qoşulsa indirim qazanar, amma burada isə today bugün sözü var. Language Center offers an enjoyable way of learning English. Dil mərkəzi ingilis dilini daha əyləncəli formada, yəni öyrənmə yolunu təklif edir deyə doğru cavabdır. C-də students are offered free classes, yəni pulsuz, belə deyək, ödənişsiz dərslər. Xeyr, burada isə endirimli nəzərdə tutulurdu. Discounts are available for only speaking, yəni endirimlər yalnız danışıq üçün. Xeyr, mətndə listening də var idi, eyni zamanda speaking də var idi. A variantında students can get a discount if they bring a friend. Və göstərilir ki, əgər tələbələr özü ilə bərabər dostlarını gətirsələr endirib, xeyr, mətndə elə bir söz keçməmişdi, ona görə A da yanlışdır. Doğrumuz elə D variantıdır. İndi isə 7 nömrəli mətnin doğruluğuna diqqət edək. Hello everyone, hər kəsə salam. There will be school trip to the museum on Thursday. Yəni həftənin 4-cü günü məktəbdən muzeyə gəzinti təşkil olunacaq. Please don't forget to bring your student ID with you to take advantage of the special offers. Və xahiş olunur, gələrkən tələbə biletinizi unutmayın. Çünki tələbə biletinizlə bərabər xüsusi endirim təklifi qazanacaqsınız. Yəni endirim belə deyək üstünlüyü var. Come and meet in front of the school before 9 a.m. Yəni saat 9-dan əvvəl məktəbin önündə gəlin və qoşulun. Yəni bu nəzərdə tutur. Onların görüş dəvət edir bu gəzintiyə. O zaman mətnin doğruluğuna diqqət edək. Meeting place for the museum trip is a school gym. Yəni məktəbin muzey gəzintisi məktəbin elə zalıdır, yanlışdır. Students must bring their IDs to get special offers. Tələbələr özləri ilə bərabər tələbə biletlərini gətirməlidir ki, xüsusi endirim qazansınlar. Təklif olsun onlara, bəli deyə doğrudur. C-də isə students will meet at the back of the school. Məktəbin arxasında, xeyr, in front of, önündə görüşməlidirlər. Deməli C-də yanlışdır. B-də isə it's planned to meet students after 9 a.m. Saat səhər 9-dan sonra, after deyil, burada isə before, əvvəl olmalıdır. The museum is open for the school trip at the weekend. Həftə sonu deyil, həftənin və göstərir ki Thursday. Çünki Sunday'dən söhbət getmir. Deməli 4-cü gün nəzərdə tutulur. Ona görə doğru variantımız elə D variantı.